Usikum və nəfsi bitəqvallah. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Belə demək mümkünsə, Allah ki bizi yaradıb, biz insanlardan ancaq bir şey istəyib. Allahın bizdən istəyi bir şeydir. O da budur ki, biz Allahı yadımızdan çıxartmayaq. Bu qədər peyğəmbər, imam göndərilib insanlar üçün. Allahın bir məqsədi var. Bizi Allah yaradıb, ən uzaq aləmə göndərib. Bizim yaşadığımız aləm Allahdan ən uzaq aləmdir. Məsafə baxımından yox. Məsafə məfhumu yoxdur burada. Dərəcə baxımından biz elə bir aləmdə yaşayırıq, maddi aləm ki, Allahdan dərəcə baxımından ən uzaq aləmdir. Və bu aləmin xüsusiyyəti belədir ki, bizi özünə məşğul eləyir, Allahı bizə unutturur. Allah bizi bu aləmə göndərib, bir şey xahiş eləyib bizdən. Ki, mənim bəndəm, get, orada yaşa, amma mənə tərəf gələcəksən və səndən xahişim budur ki, yaşadığım müddətdə məni yaddan çıxartma. Yaşayışınla ölümün arasındakı müddət ki, sənin ömründür, səndən bir şey istəyirəm ki, mən sənin yadında olum. Sən biləsən ki, səni yaradan var. Səni mən yaratmışam. Elə bil ki, bir adam səfərə gedir, yolda dayanır bir mənzərəli yerdə, baxırır, oturur ki, biraz dincəlim gedim. Yaxşı şeydir. Amma mənzərə o qədər məşğul eləməsin ki, yadından çıxa hara gedirdin. İlişib qalasan orada, vaxt keçsə gedib çata bilməyəsən. Bu dünyada belədir, biz buradan keçib gedirik. Keçib gedəndə də təbii ki, istifadə eləməliyik bundan. İstifadəsi də halaldır bizə. İcazə verib istifadə eləyin. Amma o qədər yox ki, yadınızdan çıxa hardan gəlib hara gedirsiniz. Hər an məni yadda saxlayın. Bilin ki, mən varam, sizi mən yaratmışam. İstifadə eləyin dünyadan. Buyurur o kişilər, möminlər. O kəslərdir ki, ticarət və alış-veriş onları Allahı yad eləməkdən uzaqlaşdırmaz. Demir, ticarət eləməzlər. Ticarət eləyərlər, alış-veriş eləyərlər. Amma bu ticarət və alış-veriş onları Allahın zikrindən uzaqlaşdırmaz. Allah yadlarında ola-ola bu işləri görərlər. Bilirsiniz, Allah niyə bizə ibadəti vacib buyurub? Allahın bir məqsədi var ki, ibadət ona görədir ki, bizim yadımıza salsın ki, biz müstəqil deyirik, bizi yaradan var. Namaz bunun üçündür. Quran da buyurur, namazı qıl ki, məni yad eləyəsən. Namaz nə üçündür? Yəni, mən dayanıram, yadıma düşür ki, məni yaradan var. Birdən yadımdan çıxar ki, elə bilərəm, müstəqiləm yox. Mənim başımın üstündə mənim Rəbbim var ki, varlığımı ondan almışam mən. Səhər açılır, Allahu Əkbər deyən namaz qıl. Mənası nədir? Yəni, günün əvvəlində yadında olsun ki, səni yaradan var. Yəni, sən bəndəsən, öz başına döyürsən. Günün bununla başlasın, günün zikirlə başlayır. Yəni, yad elə ki, Allah var. Yaduğa salır, namaz bunun üçündür. Evdən çıxırsan, deyir, filan duanı oxu. Bunların hamısını əməl eləmək olmur. Heç lazım da deyir. Bütün o duaların hər saatın duası var. Məqsəd budur. Məqsəd budur ki, indi onun hamısını oxumursan, evdən çıxanda dinlən Bismillah və billah təvəkkəltü alallah. Evdən çıxanda yadında olsun ki, sənin Rəbbin var, Allahın var. Sən müstəqil deyirsən. Gün orta vaxtıdır, işin qızğın vaxtıdır, Allahu Əkbər özü səni işdən ayırır. Niyə? Birdən qərq olarsan bu işə yadından çıxar. Yaduğa salır ki, mən varam. Zöhr vaxtı səni ayırır. İşindən digəl deyən namaz qıl mənim qabağımda. Üzr istəyirəm sizdən, ayaq yoluna girəndə ehkam müəyyən eləyib. Sağ ayaqla girmə, solla gir, sağla çıx. Üzr istəyirəm sizdən. Nə üçün? O məqamda da yadından çıxmasın ki, sənin Rəbbin var. Risalələrə baxın, danışmaq orada məkruhdur, ancaq Allahı zikr eləməkdən başqa. Bəzisi deyir, təhqirdir bu, ayaq yolunda da zikr olar. Bəli, olar. Hər hansı halda olursansa ol, Allah yadında olsun. Məqsəd budur. Ən məhrəm məsələlərdə ki, day onun adını çəkmək istəmirəm, yenə ədəb qaydaları müəyyən eləyib. Ən məhrəm məsələlərdə. Orada da yadında olsun ki, Rəbbim var. Qusul elə yadında olsun ki, sən bu qədər qərq olarsan birdən ləzzətin içinə, unudarsan, yadından çıxar, müstəqil bilərsən, müstəqil də özü bilən kimi həlak olacaqsan. Elə ki, elə bildin müstəqilsən, o zaman həlak olacaqsan.
Axşam gəlir, günün axırıdır. Yenə də Allahu Əkbər deyən namaza yenə də yadında olsun ki, Allahım var, Rəbbim var. Sən müstəqil deyirsən. Yatmağa gedəndə dualar var, onların hamısını yenə deyirəm oxumasında deyir, yatağa girəndə deyirəm Bismillahirrahmanirrahim. 3 dənə İxlas surəsi oxu yat. Yatmağa gedəndə də biləsən ki, yox, öz başına da öyrənmə. Allahın bir məqsədi var bizi yaratmaqda. Yəni bir şey istəyir bizdən, o da budur ki, biz onu yad eləyək. Vaciblərin də fəlsəfəsi budur. Oruc vacib olur Ramazan ayında. Biz yemək yeyəndə Allaha nə fərqi var, yeməyəndə nə olur ki? İstəyir biz yemək yedik, istəyir yemədik. Ramazan ayı gəlir, deyir ki, filan saatdan filan saatda yemək yeməyəcəksən, filan işləri görməyəcəksən. İstəyir yaduğa sala ki, sən insansan, sən ancaq yemək üçün yaranmamısan. Onu yada salmaq üçündür bu. Sən gərək hərdən istəyib eləməyəsən. Yaduğa sal, mən varam başının üstündə. Sən ali varlıqsan, sənin yaşayışın yeməkdən, içməkdən ibarətdir. O insanlığı yaduğa salmaq üçün, Allah özünü yaduğa salmaq üçün bir ay orucu sənə vacib eləyir. Həccə gedirsən, nə üçündür? Təvaf elə, səy elə, ora qaç, bura qaç, başa salır, bir şey başa salır ki, sənin Rəbbin mənəm. Sən müstəqil deyirsən, mən deyən kimi yaşamalısan. Müəyyən günlərdə Allahı yad elə, həcc barədə. Həcc bunun üçündür. Nə qədər çox biz Allahı yad eləsək, bir o qədər öz xeyrimizədir. Deyir, o kəslər, möminlər kimdir? Ayaq üstü olanda, oturanda, uzananda Allah yadlarında olar. İşdən qalacaqsan, yox, işi gör. Elmini oxu, dərsi oxu, puluğu qazan, şaddan, sevin, qəmlən, nə istəyirsən elə, amma həmişə Allah yadında olsun. Bugün toy günüdür, günah eləyək. Bugün ad günüdür, günah eləyək. Yox, toy günü də elə, ad günü də elə, amma Allah yadında olsun. Elə şey qoyma süfrəyə ki, Allahı yaddan çıxartsın. Ona görə haramdır. Çünki yaddan çıxardır. Allahı unudur insan. Ona görədir. Yaratmayıb bizlə düşməndir ki, deyə bunu olmaz sənə, bu ləzzətdən məhrumsan. O ləzzətdir, o səni unutturur, özü yadından çıxardırsan. Kimsən, kim olmalısan, hardan gəlib, hara gedirsən, yadından çıxır. Ona görə deyir, o sənə haramdır, olmaz ondan istifadə eləyəsən. Hər bir ibadətə hədd qoyub, zikrə hədd qoymayıb. Ey iman gətirənlər, Allahı çox yad eləyin. Namaz 17 rükətdirsə, oruc 30 gündürsə, zikrə hədd qoymayıb. Deyib, nə qədər bacardınız, çox yad eləyin. Gün ərzində heç bir an çalışın, mən sizin yadınızdan çıxmayın. Dünyanın alış-verişi, məqamı, vəzifəsi, hamısı öz yerində, amma həmişə bilin ki, mənə bəndəsiz. Həzrəti Yusuf hakim olanda alnını yerə qoydu, şah olmuşdu Həzrəti Yusuf. Alnını yerə qoydu, dedi, ilahi, aqibətimi xeyir elə. Bu sərvət gəldi, gedərdi, axırımı xeyir elə ki, imanla dünyadan köçüm. Bir dənə sənə məqam tapşıranda, başın gücəllənə, Allah yadından çıxıb, belə olmasın. Sərvət var, malın var, pulun var cibində, o məqamda Allah yadında olsun. Get səcdəyə, bir dənə ilahi, fəqir bəndüvə rəhm elə. Fəqir ancaq onda da cibdə pul olmaya, sərvətin olanda da özü fəqir birəsən. Siz hamınız Allaha fəqirsiz, möhtacsız, odur ehtiyatsız, odur varlı, odur sizə hər şeyi verən. Biz belə Allahı yad eləməyəndə Allah onda neynir? Onda məcbur olur, məcbur eləyir ki, Allah bəlalarla özünü bizim yadımıza salır. Sərvət cibində ola, yadında olmayanda, onda Allah gəlir onu səndən alır ki, mən varam. O da səni çox istədiyindən eləyir. Deyir, kimə çox istəsəm, bəla verərəm, yadına düşüm. Kimi istəməsəm, o məni unutduqca mən neymət verərəm ki, biraz da qərq olsun, biraz da unutsun məni. Bəzən bəla bunun üçün lazım olur. Allah bəlaların çoxunu bizə verir, biz çox bəlalar ki, bizim başımıza gəlir, özümüz eləyirik. Biz varlı günümüzdə, sağlam günümüzdə Allahı yad eləsə, o da xəstəliklə özünü bizim yadımıza salmağa ehtiyac olmaz. Çox bəlaları biz ona görə başımıza gəlir ki, biz unuduruq, o özü qarışır, hadisələrlə başlayır bizim yadımıza özünü salmağa, bəlalarla başlayır salmağa. Bu neymətlər ki, bizə verilib, o qədər çoxdur, adiləşib bizim üçün. Biz öz iradəmizlə yol getmək istəsək, bacarmarıq biz. Hər an onun qüdrəti ilə biz bu işi görürük. Hər an ki, bizə verir bəzi şeyi, biz elə belə də olmalıdır. Bu göz qırpmaq var ki, neçə vaxtdan bir gözümüzü qırpırıq, bizi öyrətsələr ki, filan dəqiqədə gözü qırp, yadımızdan çıxar bizə. Amma o bir dənə olmasa, bilirsiniz nə qədər ziyanları var bizə. Yaşayışımız mümkün olmaz. Biz o çıraq kimiyik ki, hər an, necə o bir an kəsilsə,
işığı aradan gedəcək, biz də hər an ondan güc alırıq, hər nəfəsimizi o bizə təkan verir, biz yerinə yetiririk. Amma o qədər çox olur ki, adiləşir, biz elə bilirik, elə belə də olmalıdır. Amma Allahı yad eləmək budur ki, hər an, hər dəqiqə biləsən ki, mənim Allahım var. Bir alim mən kitabda oxudum, böyük alimdir, deyir, neçə kitabın müəllifidir, yuxudan durdum, deyir, yaddaşım getdi, həmd surə yadımdan çıxmışdı. Başa düşdüm ki, Allah mənə başa salır ki, çox da elmivə qürrələnmə, mən vermişəm bunu sənə. Həmd surəmin, namazımın həmd surəsini deyə bilmirdim. Bir alimin öz dilindən şəxsən eşitmişəm bunu. İndi də yaşayır. Deyim, Məşəd ziyarətinə getmişdim, İmam Rıza ziyarətinə. Ən deyir, bərəkətli ziyarətim idi ömrümdə. Sübh namazından qabaq getdim, oturdum, Allah görməyənlərə və görənlərə qismət eləsin İmam Rıza ziyarətini. Getdim, oturdum İmam Rızanın baş tərəfində ziyarət oxuyuram. Əssalamu aleykey. Yəbnə Rəsulullah, oxuyuram, gəldim, axırına çatıram. Axırına çatanda deyirəm ki, vərəqi çöyürəm, bir də görürüm ki, əlim tərpənmir. Bu üçün çox adi şeydir, mən öyrəşmişəm buna deyən tərpənsin. Adi barmağımı tərpədə bilmirəm. Bir də gördüm ki, tərpənə bilmirəm, yıxıldım yerə. Yıxıldım yerə, əmmaməm düşdü yerə, qaldım belə, gəldilər başımın üstündə bir dəstə cavan uşaq vardı deyir, hərəmdə ki, ağa nə oldu sənə filan, dedim, vallah bilmirəm. Belə bir şey olub, indi deyəcəm, dedim, yox, mən heç vaxt belə bir şey olmuyor. Bir tərəfim işləmir, ayaq üstə gedə bilmirəm, uzanmışam. Dedilər, bəs niyə dedim, çıxardın hərəmdən söylə, görək nə olur. Çıxdım deyir, hərəmdən qalmışam, nə qədər vaxt keçdi bilmirəm, baxıram, görürəm, az qalır, hava açılsın. Dedim, bir təhər gedim, sübh namazım qəzaya getməsin, durum namazımı qılın. Bunu dedim, deyir, durdum ayağa. Ayağa durdum, getdim, dəst namaz aldım. Yandım, namazımı qıldım, sübh namazı tamamlandı. Dedilər, indi çıxaq gedək. Dedim, yox, qoyun bir əhd duası oxuyacağım. Oxudum əhd duası İmam Zaman ağanın əhd duasını. Axırında da əl-əcəl, ya Mevlaya, ya sahibəz zaman. Əli, sağ dizə vurub bunu deyirsən. 3 dəfə bunu dedim, yenə yıxıldım yerə. Yenə yıxıldım yerə, çıxartdılar. Deyin, niyə? Dedim, gedək xəstəxanaya, Məşəd şəhərində. Getdim xəstəxanada, uzandım, həkim müayinə elədi. Gördüm, yanımdakıları çəkdi o biri otağa. Nə danışdı? Gəldilər, dedilər, ağa, nə qədər pulum var? Dedim ki, filan qədər. Bu deyir ki, həkim, üzmə də dedilər, həkim deyir ki, bu da sağalan bir şeydir, təcili bunu aparın, ölürsə də vətənində ölsün. Öz ölkəsi, öz şəhərində ölsün. Deyim, mən dedim da, ölümdürsə, bir dənə kağız qələm götürün, vəsiyyət eləyim, yazın. Dedim, yazdılar. Ondan sonra dedim, Quran gətirin, indi hələ gedənəcəm, biraz Allahın kitabından oxuyam. Oxuya, öz acizliyimi deyib başa düşdüm. Başa düşdüm ki, nə qədər acizəm. Ürəyim deyib kövrəldi, ürəyim sındı. Deyib, qoy, uzanan yerdə elə İmam Rıza'ya salam verim. Üzümü çördüm İmam Rıza əleyhissalamın hərəminə tərəf. İmama salam dedim, ağa, ölümcül xəstələr gəlib burada şəfa tapır. Yaxşıdır, mən gələm burada öləm. Mənə yox, sizə yaxşı olmaz. Deyib, bunu dedim, ondan sonra uzanmışdım, milçək qondu deyir, əlimə vurdum onu. Vuranda gördüm ki, da bir şey deyil, həll oldum desəm məsələ. Durdum ayağa, əvamə, əmmaməmi geyindim, həkim qışqırdı ki, ağa, hara gedirsən, necə oldu bu, dedim da mən sağaldım. Mən sağaldım, çıxdım, getdim. Deyim, mənim üçün ən uğurlu ziyarət bu idi ki, İmam Rıza mənə başa saldı ki, Allahın iradəsi olmasa, əli tərpədə bilməzsən. Allahı yad elə, bu mənada yad elə. Hər anda, hər dəqiqədə biləsən ki, Allah var başının üstündə və bəlalar bunun üçün də Allah bizə bəla göndərir. O salih bəndələri var Allahın ki, Allah bəla göndərir məqam vermək üçün. Əyyub Peyğəmbərin sərvəti var idi, Allah bəla göndərdi. Ona görə göndərmədi ki, Əyyubun Allah yadından çıxmışdı. Yox, Quranda Allah buyurur, vazkur əbdəna Əyyub. Əyyub bəndəmizi yad elə. Şeytan gəldi Allaha dedi ki, bilirsən Əyyub sənə niyə görə şükr eləyir? Malı, sərvəti, övladı, kef içində yaşayır, belə mən də şükr eləyərəm. İcazə ver, gedim sərvətinə hakim olum. Allah dedi, get. Şeytana ixtiyar verdi Allah. Getdi, sərvətini əlindən aldı. Əyyub şükr eləyir Allaha. Gəldi ilahi, malı gedibsə də övladı var. Övladını alsın, naşükür eləyəcək. Övladlarının hamısını əlindən aldı. Əyyub şükr eləyir.
Getdi yenə Allaha dedi ki, ilahi, canının sağlamlığını al, canı ağrısın görüm necə şükür eləyəcək. Canının sağlamlığını aldı, uzanıb, xəstədir, tərpənə bilmir. Yazırlar ki, ən yaxın adamları da tərk elədi, dostları da tərk elədi. Dostları da deyirdi ki, nə günah eləmirsən başına bu iş gəlib. Sonra Əyyub Peyğəmbər dedi ki, bu dərdlər bir tərəfə, ən çox dostların dil yarası məni yandırdı. Dostun dil yarası mənə çox pis təsir elədi. Dostun sözü məni yandırdı. Bütün bu şeylərdən sonra hər şeyini Allah əlindən alıb, hamı tərk eləyib, xəstə vəziyyətdə uzanıb, ondan sonra görün nə ədəblə dua elədi ki, Allah Quranda bu duanı gətirir. Deyir, İznada Rəbbəhu ənni məssən yəzzur və huvə ərhamur rahimin. Dedi, ilahi, mənə çətinliyi üz verib və sən də rəhimlilərin rəhimlisisən. Demədi mənə şəfa ver. Demədi mənə ver, qaytar, heç nə demədi. Dedi, özün görürsən, mənə çətinlik üz verib və sən də rəhimlilərin ən rəhimlisisən. Sən də ərhamur rahiminsən. Allah buyurur, fəstəcəbna ləhu. Duasına cavab verdik və bütün çətinliklərini həll elədik, övladlarını, malını qaytardıq, hələ artıq da övlad verdik. Hamısını qaytardıq, ondan sonra tərifə keçir Allah. Bunları yazandan sonra deyir, İnna vəcədnahu sabirən ni'məl abd. Biz onu səbirli gördük çətin məqamlarda və nə gözəl bəndədir. Əyyub Peyğəmbər, nə gözəl insandır. Onlara o məqsəd üçün verir ki, sübut eləsin ki, bu həm dar gündə Allahı yad eləyir, həm şad gündə. Amma bizə verəndə çox vaxt ona görədir ki, biz xoş gündə yaddan çıxardırıq. Ona görə məcbur olur ki, bizi bəla ilə xatırlatsın ki, mən varam. Allahın bizi yaratmaqda istəyi bizdən budur ki, biz onu yad eləyək. Odur ki, bizə deyir, Quran oxu, Quranın bir adı zikirdir, yəni Allahı yad elə. Kimlərlə oturdur, o kəslərlə hədisdə var, oturun ki, görəndə Allah yaduza düşsün. O məclislərə gedin, Peyğəmbər buyurur ki, cənnət bağlarına tərəf tələsin. Soruşdular, o cənnət bağı nədir? Buyurdu ki, o məclis ki, mənim adım zikr olunur. Mən yaduza düşürəm, ora tələsin. Sözümün qısası budur ki, çalışaq Allah yadımızdan çıxmaya. Allah bizim yadımızda ola. Allah bizdən vallah böyük bir şey istəməyib. Allah bizi yaradıb, göndərib bura, müvəqqəti biz burada qalmalıyıq. Deyib, burada olduğumuz müddətdə bu neymətlər hamısı halal xoşuz. Bir şey istəyirəm ki, məni yadınızda saxlayın. Bilin ki, mən varam, özünüzü məndən asılı bilin, mənim bəndəm hesab edin. Ondan sonra bu halal neymətlərdən lazımınca istifadə edin.